Tak, gəlmişəm növbəti barımı yığmağa. Bu da bizim veşinkalar, ağac göbələyimiz. Beləcə çıxır yenə belə. Belə. Görək. Sırağa gün yemişdik, yığdıq, pişirdik, yedik. İndi bugün bax hələ bitir. Altı doludur. Aha. Hələ balacaları var. Böyüyəcəklər. Atdak. Maşallah. Atdak. Bunu kesmiştim. Leşe kesmemişim. Biraz da kesim. Atdak. Balacalar da kesilir. Bu çınar ağacıdır. Bu tüflü çınar. Yani o tükündən alergiya olurdu diye evde uşaqlar buna göre kesmeli olduq. Bunu balacalıqdan belə 10 cm olandan böyütmüşdüm. Alt ağaçtan çayın içinden çıkartmıştım bu ağacı. Sonra böyle büyüdü. Bu boyda bar yığdım. Sonra bu boyda büyüdü. Kəsdik. Belə saxladım balaca. Buraları belə çərtmişəm. Göbələyi bura sürtmüşəm. İndi ucu 2-ci ildir göbələk yığıram. Tak что yenə bitəcək. Belə. Yəqin ki 1-2 günə yenə bar yığacağım. Maşallah bir dəfəlik abedimiz var. Soğançala qızardırıq. Kartoşkanla ləzzətli bir bax belə bir göbələk yığdım. Ağac göbələyi deyirlər bizdə. Rus dilində veşinka, veşonka. В общем, bir sözlə veşinka. Oldu, hələlik. Böyle havamız böyle güzeldi.